Amma kimə deyirsən ki, kimdir ki qulaq asan? Qulaq asmaq üçün də, deyilən sözü başa düşmək üçün də, başa düşdükdən sonra da ona əməl etmək üçün də savad, dünya görüşü, dünyaya baxış bucağı lazımdır. Əksi halda nə desən xeyri yoxdur. Özün düşün, Allahın sözünə qulaq asmayana, qulaq ardına vuran cəmiyyətdən sən nə gözləyirsən? Heç açmısınız Kitabullahı, bəlkə Allah orada sizi söyür. Heç kəs məhəl qoymur. Yəni insanlar manqurtdurlar. Əvvəl dəvə gönü ilə manqurt edilirdilər. İndi isə orta təhsil və kimsə istəsə ali təhsillə sizə coğrafiyanı, fizikanı, kimyanı, riyaziyyatı və sair insana lazım olmayan ikinci dərəcəli olan elmləri öyrədirlər. Nəyə görə ikinci dərəcəli deyirəm? Çünki bu elmlər texnikidir. Bizim həyatımız isə təkcə texnika ilə yox, əsasən düşüncəmiz, mənəviyyatımız və əxlaqımızla formalaşır. Fizika, kimyagərə, riyaziyyat və coğrafiya isə öz sahələrində peşəkar olanlara lazımdır. Sıradan insanlar onsuz da bu elmlərə vaqif olmur. Vaqif olanlara da çox da böyük kömək dəymir. Əgər desəniz ki, məktəbdə ədəbiyyat da öyrədirlər, yadınızda saxlayın, məktəbdə öyrədilən o ədəbiyyatlar zibil kimidir. Heç birində fəlsəfə yoxdur, bəzəkli, düzəkli, lazımsız ədəbiyyatdır. O ədəbiyyatları ancaq isti otağında bir çamadan dolusu pulu olan bekar adamlar oxuyar. Bir də nurlu qocalar. Gənc insana nə lazımsız ədəbiyyat, nə də dəqiq elmlər lazımdır. İnsanların çoxuna fəlsəfə, özü də zəhərli fəlsəfə lazımdır. Şeytani məntiqləri qura bilmək bacarığı, paradoksal düşüncə qabiliyyəti olmalıdır. Tərs məntiq qurmağı bacarmaq lazımdır. Əgər məktəblərdə ədəbiyyat öyrədəcəklərsə, yeraltı ədəbiyyat öyrədilsin. Populist şeirlər yox, şüuru zəhər kimi itiləyən ədəbiyyat lazımdır. Fəlsəfi düşünə bilən xalq ən güclü xalqdır. Mən özüm bütün sahələrə aid təsəvvürüm var. Amma mənə nə xeyri var ki, əgər çörəksizsənsə, kasıbsansa, sənin bütün savadın zibil kimidir. Savad kifayət etmir. Məktəbdə verilən o təhsil sizi hər şeyə boyun əyməyə öyrədir. Siz narazı qalıb haqqınızı tələb etmirsiniz. Çünki məktəb təhsili sizə ancaq sən heç nə bilmirsən, sıfırdan başlamalısan deyə bir şey öyrədir. Ancaq oxuyub öyrənə bilərsən deyir və sən gələcəkdə qurban vəziyyətinə gəlib çıxırsan. Sənin maaşın az olanda uzaqbaşı belə bir narazılığın olar ki, mənim maaşım azdır. Vəssalam, bunu da qəlbində deyə bilərsən, açıq-aşkar yox, çox vaxtda. Amma fəlsəfi düşüncə bilsəydin, anlayardın ki, əslində sən heç nə almırsan. Sənə o az maaşla işlədiyin quruma pul verirsən. Tutalım ki, misal üçün ayda 80 manat maaş alırdın, azdır eləmi? Amma əslində almalıydın 120 manat. Demək sən orada işlədiyin müddətcə həmin quruma ayda 40 manat xeyir verirsən. Onlara 40 manat ödəyirsən. Onlara pul ödəyirsən. Fəlsəfi düşünə bilən kütlə başqa şeydir. O kütləni heç bir xarici qüvvə çaşdıra bilməz. Çünki savadsız, düşünmə qabiliyyəti olmayan xalq sistemə etiraz edə bilməz. Etiraz etsə də bunu öz ağlı ilə yox, xarici qüvvələrin ağlı ilə hərəkət edib edər. Sabahda həmin qüvvələrin zülmünə məruz qalar. Köləlikdən qurtulmaq təkcə azadlığa buraxılmaq deyil, düşüncə səviyyəsində müstəqil düşünmə qabiliyyəti olmalıdır. Əksi halda gedib hansısa başqa bir alçağın uşağına, başqa bir alçağa qəpik quruşla muzlu kölə olacaqsan. Adi təhsil sənin maaşın az olanda sənə deyir ki, daha çox çalış, daha çox pul al. Amma fəlsəfə belə vəziyyətdə deyir ki, sənin maaşın az olduğu üçün sən əslində heç nə qazanmırsan. Sən sadəcə işlədiyin adama və yaxud quruma əlavə qazanc verirsən. Sən gördüyün işin müqabilində layiqincə maaş alsaydın, onda qazanmış olardın. Amma aldığın maaş gördüyün işi ödəmədiyi üçün sən əksinə itirirsən. Bəli, biz yəni əmək haqqı az olanlar əslində ferma heyvanları kimiyik. Bizi sağırlar, əvəzində isə saman, yəni o qəpik quruşu verirlər. Sonra da deyirik ki, halal pul qazandıq. Xeyr, bu pul halal deyil. Yarısını bilə-bilə almayıb onlara sədəqə verdiyimiz üçün bizə halal deyil. Haqqını yedirən də adamın sənə verdiyi o qəpik quruş da elə sənə halal deyil. İlahi, nəinki təhsil, din belə boyun əyməyə öyrədir. Hər şeydə boyun əymək Allahın bəndəsinə yaraşmaz. Bizi hansısa qoyun yaratmayıb axı, bizi Allah yaratır. Biz özümüzdən güclü qurumlara, varlılara əzilib, büzülüb, onların qəpik quruşuna qane olduqca əslində deyirik ki, ilahi, bizi sən yaratmamısan. Çünki Allahın xəlifəsi mübarizə aparan olmalıdır. Çünki ağası Allahdır.
Biz isə halallıq deyib keçirik. Əslində o halal pul dediyimiz şey azlığımıza, üstümüzdəki cır-cındırımıza qazandırdığımız bəraətdir. Yadınızda saxlayın. Halal olan şey insanın ehtiyacını ödəməlidir. Amma o şey ki səni arvad uşaq qabağında sındırır, dost düşman yanında boynu bükük eləyir, demək orada halallıq yoxdur. Axı deyirlər halal olan şeydə bərəkət olur. Bu necə halal puldur ki səni acından öldürür, hə? Tarix boyu bu belə olub. Krallıqlar, zadəganlar kasıblara zülm eləyib. Göz açmağa qoymayıblar. Əsrlər keçib, sonra bir inqilab olub və kasıblar həmin varlıları alt paltarlarında öz qəsrlərindən qaçmağa məcbur ediblər. Lakin həmin inqilaba qədər olan əsrlərdə neçə kasıb nəsil çürüyüb ölüb. Varlılar isə keyf eləyib. Bizdə ən böyük maneə odur ki, bəlkə də biz xristiyan xalqları kimi kasıba daha sərt sözlər deyib onlara ayıltmırıq. Elə özümüzü yatızdırırıq. Bax bu halallıq anlayışı bizi halal olan hər şeyə həsrət qoydu. Biz başa düşməliyik ki, işləyib az maaş almaq demək deyil. Siz sadəcə işləyib işlədiyiniz adamlara daha çox pul verirsiniz. Yəni işləyib pul almaqdansa işləyib hələ üstəlik onlara da pul verirsiniz. Sizi aldadan yeganə şey isə o aldığınız qəpik quruşdur. O lənətə gəlmiş qəpik quruşdur. Başa düşməliyik ki, bizim aldığımız o pul halal deyil. Bizim ömrümüz heç bir yerə gedir. Bəs varlılar niyə mənasız şeylərə pul xərcləyirlər? Niyə israf eləyirlər? Niyə hər şeydən qayıb tutmağa çalışırlar? Çünki varlılar kasıbların əvəzində də yaşamağa çalışırlar. Amma bunu çatdıra bilmirlər. Ona görə də absurd şeylərə pul xərcləyirlər. Bəli, buna kollektiv ömür istismarı da demək olar. Onlar bizim ömrümüzü bizim əvəzimizə yaşamağa çalışırlar. Sən bir arvadınla ömür boyu didişib özünüzü cıranda onlar o varlılarla evi həyat yoldaşları ilə birlikdə həmişə yaşıl həyat yaşayırlar. Siz qazan dibi yalayanda onların ita attığını siz toyda bayramda yiyirsiniz. Onların artıq tamahla yığdıqları o kapital sizin həyatınızdır. Sizin ömrünüzü onların ömrü ilə müqayisə etsəniz görərdiniz ki, siz yaşamırsınız. Siz sadəcə onların yaşaması üçün işləyən dişli çarxlardan birisiniz. Sizin gündəlik fəaliyyətiniz, boş cibiniz, daxmanız, ac qarnınız, bir sözlə siz nə qədər kasıbsınızsa onlar da bir o qədər varlı olacaqlar. Onlar nə qədər varlansalar siz də bir o qədər kasıb qalacaqsınız. Vəhşi kapitalizmdə varlı ilə kasıbın arasındakı inkişaf tərs mütənasibdir. Onlar hər şeyə çatdıqca siz hər şeydən uzaqlaşırsınız. Onların yeniyetmə küçükləri kasıbların axıl ömürlərində görmədiklərini görür, yaşamadıklarını yaşayır və burada utanmaz bizə fərasətdən, alın tərindən, zəhmətdən danışırlar. Kasıb hər şeyi edib, hələ də kasıb qalıbsa, demək edə biləcəyi yeganə bir şey var ki, onu da etmədikcə fərasətsizdir. O da burjuaziyadır. O zadəganların dalını dağıdan həmin o burjua. Baxın, insanların rifahı üçün həmişə müxtəlif izmlər irəli sürülür. Feodalizm, sosializm, kapitalizm. Amma bilirsiniz bu nədir? Xüsusən də kapitalizm, sosializm, bunlar hamısı sosial mexanikadır və əslində bu saatın dişli çarxlarına nəzarət olunmalıdır. Çünki arada bu çarxlar çox sürətlə işləyir. Əqrəblər sürətlə işləyir. Doğru zamanı göstərmirlər, reallıqla uyğunlaşmırlar. Bu mexanika pozulur. İnsanların həyatı, rifahı üçün irəli sürülmüş nəzəriyyələr insanların həyatını zibilə döndərir. Siz pozulmuş, nəzarətsiz və baxımsız qalmış öz başına işləyən çarxların dişləri arasında əzilirsiniz. Siz də onlarla bərabər fırlanmağa məcbur qalırsınız. Əgər hamı eyni ağılda, eyni gücdə, eyni əzmdə olsaydı, yəni hamı bütün müstəvilərdə eyni şansda, imkanda olsaydı, onda bu kollektiv sosializm olardı. Ona görə yox ki, rejim sosializmdir. Ona görə ki, heç kəsdən geridə qalmır və heç kəsdən qabağa düşə bilmir. Hamı eyni səviyyədə qalır. Amma təbiətən bu mümkün deyil. İnsanların hamısının ağlı, fürsətləri, imkanları bir olsa belə, adi təbiət hadisəsi belə kimlərisə geridə, kimlərisə qabağa salacaq. Hamı eyni səviyyədə yaşaya bilməz. Bu aydın məsələdir. Amma bu o demək deyil ki, biri dünyanı gəzərkən mənim kimsə avtobusda pul verməmək üçün piyada gedib gəlsin. Söhbət məndən getmir. Söhbət insanların, ölkələrin bu gündə olmağından gedir ki, bu sosial mexanikalar artıq çoxdan sıradan çıxıb.